qiymətlər çoxluğuna deyilir. Uşaqlar, təyin oblastının tapılması funksiyadan funksiyaya dəyişir. Haldan hala dəyişir. Birinci, yazın dəftərinizə. Əgər verilmiş funksiya tam rasional ifadədirsə, Təyin oblastı nəyə deyilirdi? x-in ala biləcəyi qiymətlərə sən nəyi dinləyirsən bəs bayaqdan? Nurcan, diqqətin burada deyil. Allah tutdu oranı. Təyin oblastı x-in ala biləcəyi qiymətlərə deyilir. Oradan ekrana baxır, gülür nəsə. Müəllimin gözündən qaçmır. Müəllim burada sizə baxır. Bir daha yazmış. Deyir, özümüzü belə düşəlim, dostum da belə salmalıyım. Bir daha sən boyun ölçüsünə baxarıq ha. Deməli belə. Yaxşı yaz. Deməli, təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğuna deyilir. Solmaz qızım. Yazın dəftərinizə. 1. Əgər verilmiş funksiya tam rasional ifadədirsə, onda onun təyin oblastı mənfi müsbət sonsuzluq olur həmişə. Yaxşı, gəlin deyək, tam rasional ifadə nə deməkdir? Yəni, misalda əngəl yoxdur. Misalda kök yoxdur. Misalda kəsir yoxdur. Misal üçün, baxın, bu formadadır. Y bərabərdir 3x üstəgəl 8. Yəni, burada bir əngəl yoxdur ki, x-ə əngəl törədə biləcək. Yəni, x-in kölünü nə istəsə ala bilər. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi peşə gölünü nə istəsə. Və ya misal üçün y bərabərdir 3x-in kvadratı üstəgəl 8 üstəgəl 7. Deyir ki, aydan bunun təyin oblastını tap. Bunun təyin oblastı mənfi müsbət sonsuzluqdur. Unutmayın, tamam mı? Deməli belə. İndi gəlin davam eləyək. İkinci hal. Ən əsası budur. Əgər misalda kəsir varsa, onun məxrəci sıfırdan götürürük. Xeyr, məxrəci sıfırdan fərqli götürürük. Deməli, əgər misalda kəsir varsa, məxrəci sıfırdan fərqli götürmək lazımdır. Nə üçün? Təyin oblastını tapmaq üçün. Ayxan, təyin oblastını tapmaq üçün məxrəci sıfırdan fərqli götürürük. Yaxşı? Məxrəci sıfırdan fərqli götürürük. Misal üçün, baxın, misalı belə verir. Y bərabərdir 3 bölünsün x minus 2. Sən bunun məxrəcini sıfırdan fərqli götürsən, tapırsan x fərqlidir 2-dən. Yəni, 2-dən başqa hər şey ola bilər. Yəni, mənfi sonsuzluqdan tutmuş 2-yə qədər və 2-dən də müsbət sonsuzluğa qədər hər şey ola bilər. Amma 2 ola bilməz, çünki 2 olanda məxrəc sıfıra çevrilir və sıfıra bölmə əməli yoxdur, ay uşaqlar. Ona görə qayda belədir. Yəni, təyin oblastını tapanda məxrəci sıfırdan fərqli götürmək lazımdır. Yazdıq dəftərimizə. Deməli belə. İndi bunu silirəm. Sürətdə x olsa da sizə maraqlı deyil. Bunu yadınızda saxlayın. Sizə sadəcə məxrəc maraqlıdır. Kəsir varsa, məxrəc sıfırdan fərqli götürülməlidir. Təyin oblastını tapanda. Üçüncü qayda. Kök varsa və cüt dərəcədən verilibsə. Yəni, kökün dərəcəsi cüt dərəcədən verilibsə. Kök varsa, kök altı ifadəni sıfırdan böyük bərabər götürmək lazımdır. Yazın dəftərinizə. Kök varsa, kök altı ifadəni sıfırdan böyük bərabər götürüb hesablamaq lazımdır. Kök altı ifadəni sıfırdan böyük bərabər götürüb hesablamaq lazımdır. Əgər misalda kök varsa, kök altı ifadəni sıfırdan böyük bərabər götürüb hesablamaq lazımdır. Baxın, misal budur. Deyir ki, y bərabərdir kök altı x minus 3.
Deyir bunun təyin oblastını tap. Baxırsan misala kök var. Nə dedik? Uşaqlar, Solmaz, Fatimə, Nurcan, deyin, Aylin, kök varsa nə etməliyəm? Sıfırdan böyük bərabər götürürük. Qutardım. X minus böyük. Buradan da x böyük bərabərdir 3-dən. Yəni 3-dən böyük hər şey ola bilər. 3-dən böyük hər şey ola bilər. Ona görə cavab budur. Başa düşürük? Bəli. Tamamdır. Yazın dəftərinizə. Ədalət bəy, bugün niyə səssizsiz? Ben ilk dersimizde ona göre ne bileyim. Hə, soruşu mən salasız, hə? İlk dərsimiz deyə özü də elə bil. Neçə aydır məndən hazırlaşırsan sən? Neçə vaxtdır məndən? Bir ay olacak inşallah ki. Deməli belə ilk dərsimizdir. Utanmaz. Deməli belə. Yaxşı, bunu silirəm. Uşaqlar, kök olanda da bu işi görürsüz. Deməli belə. 4-cü qayda. Əgər funksiya ən kritik məsələlərdən biridir. Əgər funksiya kəsr üstü qüvvət şəklində verilərsə, bu qəbula gedir, buraxılış sualdır. Əgər funksiya kəsr üstü qüvvət şəklində verilərsə, onda bizim qüvvətimiz müsbətdirsə, funksiyanı sıfırdan böyük bərabər götürüb hesablayacaqsınız. Nədirsə böyük bərabər götür hesabla. Amma yox. Kəsr üstü qüvvətin sənin mənfidirsə, onda təkcə funksiyanı sıfırdan böyük götür hesabla. Kiçik yox ha. Mənfi ədədin kəsr üstü qüvvəti olmur heç vaxt. Mən bir də deyə bilərsiniz. Əlbəttə. Əgər funksiya kəsr üstü qüvvət şəklində verilərsə, burada qüvvət müsbətdirsə, funksiyanı sıfırdan böyük bərabər götürüb hesablayacağıq. Nöqtə. Virgül də qoya bilərsiniz. Eğer bize mənfi qüvvət, kəsr üstü qüvvət şəklində göstərilmir. Hə. Deyirik ki, mənfi kök altında 5-ci dərəcədən mənfi 2 normal üst olaraq yazsaq, onu necə göstərəcək? Necə qızım, necə bir də görüm. Mənfi şəkildə yaza bilmirik. Mənfi ədədi, yox. Mənfi ədədin kəsr üstü qüvvəti olmur. Əsla ən vacib məsələlərdən biridir o. Hətta bir dənə elə bir sual da var idi. İndi bir dənə uşaqlar bunu yazsınlar. Qüvvət müsbət olanda böyük. Bəli, təkcə böyük götürüb hesablayırıq. Qüvvət müsbət olanda böyük bərabər götürüb hesablayacağıq. Qüvvəti yaratmağı deyirəm. Mən ən doğrusunu olaraq yazırıq qüvvətdə. Hə. Bu kəsrin altında əgər mənfi olaraq verilibsə qüvvət, biz onu müsbətə çevrilib bir bölünsündən yazıb sonra Mənfi 5-i misal üçün elə bil mənfi 5 üstü qüvvət əsli bilirsən necədir? Qızım, burada kök yazmırıq biz o en bölünsün en almış diye. Aha. Yazırıq 5-ci dərəcədən kök altında 5 üstü mənfi 3. Aha. İndi bunu çevirmək üçün mütləq Deməli belə, bunu davam eləyək. Gəlin, bu oldu təyin oblastının tapılması. Gəlin təyin oblastı ilə bağlı suallara baxaq. Deməli belə. Fidan qızım, sənin nəsə aydın olmasa, dərsdən sonra mənə yaz, onu daha da səninlə araşdırarıq, ətraflı danışarıq səninlə, yaxşı? Yəni qaranlıq qalmasın. Onu dəqiq bilməlisən. Çünki orada səhv etmə ehtimalın var. Çünki qəbula da gəlir, buraxılışa da gəlir. Ehtiyatlı ol. Deməli belə. Gəlin, baxaq. Baxırsınız indi burada hansı suala? Uşaqlar, bir dənə bunu deyək ki, bayaq dedik ki, əgər misalda kök varsa,
cüt dərəcədəndirsə, kökün içini sıfırdan böyük bərabər götürüb hesablayırsan. Amma tək dərəcədəndirsə, misal üçün x minus 2 kökün içində y bərabərdir. Bunun təyin oblasti mənfi müsbət sonsuzluqdur. Ha. Nəticə itibarilə mənfi də çıxa bilər, müsbət də çıxa bilər. Deməli belə. İndi gəlin misallara baxaq. Buradan baxırsınız 24 nömrəli suala. Daha sonra ekranı böyütmək olur ha uşaqlar. 24 nömrəli suala. Sonra baxacağıq 30 nömrəli suala. Bir də 23-ə. Səhifə 18 qızım. Səhifə 18. 23, 24 və 30. Baxın bir dənə, sonra birlikdə cavablandıraq. C'dir. Hansı sualdır? 23. Baxın, digər suallara da baxın. Yəni səhifə 5-də 23-24-də baxırıq. 18-də. Bizim Ha, 18-də. səhifə 18-də. 23, 24 və 30-a baxırıq. Aha. 23'də uşaq, birinci 24-dən başlayaq. Uşaqlar 24-də nə tapmısınız deyin görək. Y variant. Y bəndi. Tamamilə doğrudur. Bayaqlar dedik ki, tək dərəcədən olanda kökün içi mənfi də ola bilər, müsbət də ola bilər. Buna görə cavabımız mənfi müsbət sonsuzluqdur. Amma cüt dərəcədən olanda isə biz nə edəcəyik kökün içini? Sıfırdan Burada böyük. fərqli götürəcəyik. O da mənfi 3 ilə müsbət 3-ə çıxırıq. Mənfi sonsuzluqdan mənfi 3-ə, müsbət 3-dən müsbət sonsuzluğa. Kökün içini həmişə sıfırdan böyük bərabər götürüb hesablamaq lazımdır. Müəlliməm. Bəli. Orada bir variant. Belə. Bir deyin. Şəms nə dedin qızım? O cüt dərəcə falan dediyi, onlar necə tapırdıq? Bu şişməni. Kökün dərəcəsinə baxırsan qızım. Y bərabərdir. Bax, misal kök hətda x-in kvadratı çıxılsın 9 şəklindədir də, elə deyilmi? Burada kökün dərəcəsində 2-dir ki, yazılmayıb da. Kökün dərəcəsi minimum 2 olur və bu yazılmır. Yazılmırsa bilirsən ki, 2-dir. Yəni, cüt dərəcədən olduğuna görə kökün dərəcəsi. Sən kökün içini sıfırdan böyük bərabər götürüb hesablamalısan bunu. Bunun da hesab qaydası müxtəsər vurma düsturları iləndir ki, sən bunu bir dəfə x minus 3, bir dəfə x plus 3 yazacaqsan, böyük bərabərdir sıfırdan. Və buna deyirsən, mənfi 3 ilə müsbət 3, müsbət mənfi müsbət, bizdən müsbət aralıq tələb olunur. Yəni, mənfi sonsuzluqdan mənfi 3-ə kimi və 3-dən müsbət sonsuzluğa kimi. Cavab aralığı doğrudur. Yəni, D bəndi. Amma 24-də isə tək dərəcədəndir. Görürsən, 5-ci dərəcədəndir. Bayaq dedik ki, tək dərəcədən olanda cavabımız mənfi müsbət sonsuzluq olacaq. Yaxşı? Bitdi.
İndi gəlin davam eləyək. Bunu silirəm. Uşaqlar, bəs 30-da nədir cavab? 30 maraqlıdır. C. Düzdür? B. 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 Mən də D almışam. D almısan. Başqa? Başqa kimdə nə variant? Deyin. Rəqsəni tapmısan? Mən PDF-dən baxırdım müəllim, indi baxıram. Tamam. Fatimə qızım sən tapmısan? B variantı tapdım mən. Tamam. Gəlin baxaq. Uşaqlar, Mən 31 eləmişəm, 31-ə baxmışam. yaxşı. Qulaq asın. Bilmirəm. Sən səhv yerə baxmısan da. Ey sən canın yamasın. Deməli uşaqlar, məxrəc sıfırdan fərqli olmalıdır. Yəni sən x çıxılsın biri sıfırdan fərqli götürürsən və buradan tapırsan x fərqlidir 1-dən. Yəni bu o deməkdir ki, mənfi sonsuzluqdan 1-ə qədər və 1-dən də müsbət sonsuzluğa kimi hər şey ola bilər. Daha sonra isə deməli kök var. Kök varsa kökün içi də həmişə sıfırdan böyük bərabər olmalıdır. Yəni x üstə gəl 1-i də sıfırdan böyük bərabər götürsən, x-i tapırsan mənfi 1-dən böyük bərabər. Uşaqlar, mənfi 1-dən böyük bərabər olmalıdır. Normalda cavab mənfi sonsuzluqdan 1-ə qədər idi axı. Amma şərtdə deyir mənfi 1-dən böyük bərabər olmalıdır. Onda sizin cavabınız mənfi 1-dən böyük bərabər, müsbət 1-ə qədər, sərhəddi 1-ə qədərdir. Daha sonra isə 1-dən də müsbət sonsuzluğa cavabdır. Başa düşə bilirik məsələnin həllini. Aydındır? Solmaz, Fatimə, Rəqsənə başa düşürsünüz? Nurcan, Mən Ədalət. bir dənə axırını başa düşmədim. Yəni bunu sizə mən deməli ədəd oxundu göstərim. Bu hissəni başa düşdüyünüzdə x də böyük bərabərdir mənfi 1-dən. Hə, onun üçün başa düşdüm. Tamam. İndi bir dənə ədəd oxu çəkirik. Ədəd oxu. Deməli ədəd oxunda qeyd eləyək. Biri deyir mənfi sonsuzluqdan 1-ə kimi. Mənfi sonsuzluqdan 1-ə kimi. Və davamında da deyir 1 müsbət sonsuzluq. 1 müsbət sonsuzluq. 1 ola bilməz də indi 1-ə qədər və 1-dən sonra. Bu biri tərəfdə isə mənfi 1-dən böyük tapmışıq. Mənfi 1 1-dən geri qalır da, geridədir. Mənfi 1-dən böyüklər. Mənfi 1-dən böyüklər də bax bu aralıqdır. Sən də bərabərsizlikləri həll eləyəndə kəsişdirməlisən. Bu aralıq, yəni mənfi 1-dən müsbət 1-ə qədər. Bir də 1-dən müsbət sonsuzluğa. 1 ola bilməz axı, tələb 1-də açıq mötərəzədir. Ona görə bu sərhəddi qoyursan. Anladın? Solmaz. Niyə cavab C bəndidir? Mən bir o qırmızı ilə əvvəl yazmışdıq, mənfi sonsuzluq 1 birləşir. 1 müsbət sonsuzluq. Onu biz yəni necə tapdıq? Quzusu, biz tapdıq, dedik məxrəc sıfırdan fərqli olmalıdır, elə deyilmi? Bəli. Yəni onda x çıx 1 sıfırdan fərqlidirsə, x fərqlidir 1-dən. X 1-dən fərqlidirsə, 1-dən başqa hər şey ola bilər. 1-dən başqa hər şey ola bilər. Yəni mənfi sonsuzluqdan 1-ə qədər və 1-dən müsbət sonsuzluğa qədər hər şey ola bilər. Bir dənə 1 ola bilməz. Ona görə sərhəddə orada 1-də qoyduq. Anladın? Hə, bildim mən. Yaxşı. Kimlər C tapmışdı uşaqlar 30-da? Fidan başqa? Başqa yox idi. Yaxşı. Onda bir dənə 31-i tapın. Tapdım. Qəşəng. Fidan qızım, indi uşaqlar çıxandan sonra sən gözlə, sənin o sualını bir dənə aydınlaşdıraq, ondan sonra gedərsən. Yaxşı? Yaxşı. Tamam. D olur. D, Mən E tapmışam bana bayaq. Y, Mən də E tapmışam. Y. Başqa Mənfi 1 altından çıxdım. Yedim. Niyə variantı? sürətdə də kök var axı şəms. Kök həmişə sıfırdan böyük bərabər olmalıdır. X üstə gəl 1-i sıfırdan böyük bərabər götürsən, x-i mənfi 1-dən böyük bərabər tapırsan. Mən yuxarını da eləyirik. Aysa, çünki kök var. Bax, tələblər nədir təyin oblastını tapmaq üçün? Əgər kəsir varsa, məxrəci sıfırdan fərqli götür. Kökdə varsa, kökün içində sıfırdan böyük bərabər götür. Qayda budur. Yaxşı?
Sonra əgər funksiya kəsr üstü qüvvət şəklində verilərsə, qüvvət mənfidirsə funksiyanı sıfırdan böyük bərabər götürürsən, qüvvət mənfidirsə təkcə böyükdür götürürsən. Uşaqlar 31-də cavab Y tapanlar kimlərdir? Bir dənə əl qaldırsın görüm. Y tapanlar kimlərdir? Əl qaldırsın. Qəşəng. Ayxanla Şəms bir dənə tapmalıdır, eləmi? Bir də Ayşən xanım. Gəlin baxaq. Deməli, gəlin bir də izah eləyim. Demək olar ki, qutardınız dərsinizi. Bugün çox yormayacağam sizi dedim, amma neysə. Deməli, uşaqlar məxrəci nə etmək lazımdır? Sıfırdan fərqli. Fərqli götürmək. Fərqli götürürük. Ay, sağ olun. Buradan tapırıq x fərqlidir 2-dən. Bu 1. Yəni 2-dən başqa bütün cavablar ola bilər. Bir də surətdə kök var. Kökün içi həmişə nə olmalıdır? Sıfırdan böyük bərabər. Böyük bərabər. Yəni burada x üstə gəl 1-i də böyük bərabər götürürük. Sıfırdan tapırıq. X böyük bərabərdir mənfi 1-dən. Belə olanda mənfi 1-dən böyük bərabər olanda, deməli, variantlar onda belə baxanda mənfi 1-dən böyük bərabər B-də var, Y-də var. B-də var, Y-də var. Qalan digər variantları ümumiyyətlə silin getsin. Cavab ya B-dir, ya da Y-dir. Bir də 2-dən fərqli olmalıdır da. 2-dən fərqlidirsə, onda 2-dən başqa bütün qiymətlər də ola bilər də, müsbət sonsuzluğa kimi də. Ona görə cavab Y bəndidir. Və ya riyazi olaraq desəm, x 2-dən fərqli deyilmi? Mənfi sonsuzluqdan 2-yə qədər, 2-dən də müsbət sonsuzluğa qədər hər şey ola bilər. Bir də sərhəd var ki, mənfi 1-dən böyük olmalıdır. Onda bunun mənfi hissəsini kəsirəm. Deyirəm ki, bu mənfi 1-dən böyükdür. Qutardı. Cavab ona görə bu bənddir. Y bəndidir. Anladınızmı? Çatdı? Tamamdır. Deməli belə. Uşaqlar, buradan ev tapşırığı deyirəm sizə. Qeyd eləyirsiniz. Səhifə 16-da. Birdən 100-ə qədər. yox da o qədər deyil. Birdən 7-yə qədər hamısı, 7-yə qədər, indi hamısını keçməmişik də, hamısını verə bilmərəm. Birdən 7-yə qədər Mənim axşam dərs olacaq. bəli, 21:30-da. 13 yox, 13 hissəsini vermirəm. Çox verməyəcəm bu günlər. Siz əsas gedin qaydaları əzbər öyrənin, qaydaları yaxşı öyrənin, qaydaları soruşacağam sizdən. 23-dən 30-a qədər. Bir də əlavə 35, 36. Bitdi. Bu qədər. Bu suallara baxarsınız, bir də 43. Bu suallara baxarsınız uşaqlar, düzdür, asan deyil belə baxanda. Bircə dəqiqə gözləyin. Bizim 9 illiyimiz də var. 9 illikdən də əslində belə baxanda yazacaqsınız. Deməli, bir dənə gözləyin. Funksiya bölməsi hardadır? Uşaqlar, gəlin belə eləyək. Sizə verdiyim tapşırıqları indi birinci bölməni 100% yazın. İkinci bölmə təyin oblastda olan hissəni hələ ki saxlayın. Oradan yazmazsınız. İndi ikinci bölmədən verdim. Onları yazmayın. 11 illikdən. 9 illik test toplusunda səhifə 74-də birdən 50-yə qədər yazarsınız. Yaxşı? Hı. 9 illikdən birdən 50-yə qədər. 11 illikdən isə cəmi bir bölməni verdim. O da birinci bölməni. Yaxşı, ikinci bölmə verdiklərimi yazmayın. Çünki onları siz təzə qoşulmuşsunuz. İndi mənə baxmalısınız, ondan sonra yazacağıq. Yaxşı? Mənim onda səhifə 16-da 1, 2, 7-yə qədər falan verəcək, onları yazmayaq. Onları yazın. Bir dənə onu yazarsınız. Birinci Bəli, bölmədə. onları yazmırıq. Səhifə 16 dediniz. İlk səhifədə olanları yazırıq. Hə, ilk səhifə 4 idi da. Səhifə 4-dən verdiklərimi yazın. Bir də o 9 illiyi yazın. Yaxşı? Hə, bildim. 16-dan olanlar qalsın. Hə, 16 olanlar Bir qalsın. aparsınız. Hə. 9 il. Uşaqlar 9 illiyi bir dənə qrupa göndərərsiniz. Bir də ki, mənim axşam həndəsə olacaq, nə olacaq?
Axşam